Əziz izləyicilər, bugün sizinlə 9-cu sinif buraxılış sınaq 5 Ellər Akademiyanın sınağına baxacağıq. 8 fevral olan sınağıdır. Baxaq, başlayaq suallarımıza. İnşallah ki, xəbərdarlıq eləyək ki, sizə bizim 5, 6, 7, 8-ci siniflər üçün təkmilləşdirmə dərslərimiz davam edir. Təkmilləşdirmə sinifləri götürürük. Yəni, çox gözəl, mükəmməl şəkildə 9 sinif buraxılış imtahanına və 11 sinif buraxılış imtahanına və gələcəkdəki ingilis dili birliklərinə yiyələnmək üçün həmin, belə deyək də, şagirdləri, tələbələri tam hazır edirik. Dərslərimizlə əlaqə saxlaya bilərsiniz. Nömrə də indi görsənəcək burada 050 802 43 90 nömrəsinə yaza bilərsiniz və yaxud WhatsApp edicilə zəng edə bilərsiniz. Bu mətn suallarıdır. Bunlar vaxt alacaq. Mən istəyirəm ki, qrammatika suallarının izahlarını verəcəm. Deyir ki, bir dəqiqə üzr istəyirəm. Mən qrammatika suallarının izahını verəcəm sizə burada. Deməli, deyir ki, bizdə əla. Interested indir. Sözsüz ki, yəni bu bir ifadə kimi işlənirdi ki, bizdə. Unutmayaq ki, bunu ki, interested in olub həmişə. Bir fond of ifadəsi. Yəni, interested in, bu isə of, bu yəni ifadələr kimi şəklində verdiyi üçün biz bunlarda ona uyğun verməliyik. Ona görə burada da getdi, qalacaqdı C bəndi. Yəni, interested in deyir, şagird deyir, riyaziyyatla maraqlanır. O çox deyir, belə deyək də, xoşlayır, bir fond of, xoşlamaq deməkdir. Xoşlayır deyir, geometrini, həndəsəni fikir verdiniz. Belə. 14-cü sualda nə deyir? Düzgün cümləni seç. Bir dəqiqə üzr istəyirəm. Düzgün cümləni seç. Baxmayaq ki, deyir, kitabxana dolu idi. Mən deyir, tapdım. Oturacaq və ya parta, uyğun olan bir oturacaq parta deyir, tapa bildim. İzdihamlı idi. Deməli, bu naizəni verib, inkarlaşdırıb. Baxmayaq ki, deyir, kitabxana dolu idi. Mən deyir, tapa bilmədim. Burada baxın, no seat, oturacaq yox, belə düzün baxın. 2 dəfə no-yu inkarın içinə sala bilməz axı. No inkarın içində gedib işlənə bilməz əzizlər, diqqətli olaq. İnkar olan yerə gedər. Naizə getməz, aizə gedər inkar olduğu yerə. Yaxşı mı? Nothing yenə inkarlıq yaradacaqdır. Naizə no. Deyib, baxmayaq, kitabxana dolu idi. Mən deyib, nə oturacaq tapdım, nə də parta tapa bildim uyğun. Yəni, bu məncə daha uyğundur. Fikir versiniz, deyib, baxmayaq ki, aya baxın, ye bəndidir. Deyib, baxmayaq ki, deyir, kitabxana dolu idi. Mən deyib, tapdım. Deyib, mən naizə ordur da. Naizə or deyə bir ifadə varmı? Deməmişdik ki, bəs ki, naizə nor idi da. Yaxşı, bunu yaddan çıxartmayın. Bu, belə idi. Əla. Ye bəndidir bunu görə burada da. Jurnalist dedi, jurnalist, surgeon, cərrah, pilotdakı pilotda bildiyimiz söz. İnsan kim ki deyir, bəndə deyir, insan kim ki deyir, təlim edilib, tibbi, yəni o göstərir, orada tibbi əməliyyatları var hospitalda, bunları performans, yəni orada göstərir, özünü təqdim edir. Bu sözsüz ki, burada surgeondur. 2-yə A gedəcək, 2-yə A-nı aid eləyəcəksiniz. İnsan kim ki deyir, toplayır və yazır yeni hekayələri. Bu bizdə jurnalistdir. Üzrəm hekayə deyirəm. Bəli, hekayələri qəzet və maqazinlər üçün. Fikir bu söz olduğu üçün burada jurnalistdir. 1-ə B. 3-ə də ki, görək hansı gedəcək, elə C gedəcəkdir. 3-də də C, insan kim ki deyir, hava gəmisinin, belə deyək də, uçuş o hansı ki kontrolları var, onları neyini idarə eləyir. Operate. Başa düşdünüz? O əməliyyatları yerinə yetirir. Bu şəxs də ki pilotdur. Onun üçün cavab 1-ə, 2-yə A, 1-ə B, 3-ə C. 2-yə A, 1-ə B, 3-ə C. 2-yə A, 1-ə B, 3-ə C, B bəndi. Belə. Bir dəqiqə bunu sileyim, mən sonra müşahidçılıq eləməsin. Allah. Davam edək inşallah əzizlər. Deməli deyir ki, yiyəlik halı ismi seç. Yiyəlik hal Jane və Marianın otaqları bu düstur idi. Deməli Miller'ın cottage, baxaq. 2-də bir problem yoxdur, düzdürmü? Amma burada Z olduğu üçün 2-də səhvlik var. Niyə səhvlik var? Çünki Z olduğu üçün bir dəqiqə,
Z olduğu üçün olmaz da. Demişdik ki, o cəm olmalıdır. Soyadlar olanda cəm olmalıydı. Bir dənə Mr.dan Mr. saydı da o söhbət ki, o tək olacaqdı. 10 years practice. Deyir ki, o təcrübəli menecerdir. Deyir 10 il, 10 ildən deyir, çox təcrübəsi də var da. 3-dür də burada, düzdürmü? Bir problem yoxdur. Cyprus isim gəlib cəm verib də, S apostrof verib. What's considered as children's? Bu ümumiyyətlə yanlışdır. Belə ifadə children olmalıydı. Children's apostrofesi olmalıdır. Children apostrofesi olmalıydı. Bu da 4 də getdi. 2 də getdi. Qaldı o zaman 1 ilə 3. 1-i niyə axıra saxladım? Çünki izah eləyəcəkdim. Bir də demişdik ki, hər ikisində olanda, əgər isim cəmdədirsə, hər ikisində nə edirdik? İsim cəmdədirsə, bunun dərəcəsi ağırdır. Aha. İsim əgər cəmdədirsə, onda bunu necə eləyirdik əzizlər? Biz necə verirdik bunun? İsim əgər cəmdə olduqda. Hər ikisində də nə edirdik? Apostrof S verirdik. Çox adam elə bir cəm isim olanda yapacaq, amma xeyr. Hər ikisinə apostrof S veririk. Yaxşımı? Hər ikisinə apostrof S verəcəyik əzizlər. Aha. Deməli, hansı variant oldu bu da? 1-3. Deməli, o da D bənd. Aha. Misirdir, Misir ölkədir. Buna tək verməməliyik də, düzdürmü? Yəni, bunu bilməlisiniz. Z oldestdir, Z oldestdir. Çünki üstünlük dərəcəsində olan sifət var idi. O söhbəti unutmamalısınız. Aha. Z oldest. Deməli, bura nə olacaq? Bir dəqiqə. Aha. Bura Z gedəcək. Z. Deməli, aha. Axırıncıya Z-ni verməliydi ya, bu getdi, düzdürmü? Axırıncı. Birə də heç getməyəcəkdi. Sözsüz ki, burada da a country müəyyən olunan isim kimi, burada da B bəndini əzizlər götürməlisiniz. I admired not only the painting, but also... Aha, deyir ki, mən deyir, heyran oldum. Nəyin ki, deyir, şəklə mən heyran oldum. Həmçinin deyir, mən... Aha, indi görəcəyik. İsimdir bu, düzdürmü? İsimdir də bilir sözümüzdəki mənasını da. Deməli, isimdir. Bu niyə belə oldu? Aha. İsimdir, düzdürmü? Aha. Deməli, mən heyran oldum. Nəyin ki, rəsmə. Nəyin ki, rəsmə. Bunun özünə, yəni. Rəsminə. Həmçinin deyim, mən bununla... Deyir ki, nəyin ki, bunun özünə. Başa düşdün? Bunun özünə. Fikir verdiniz, əzizlər. Mən deyim, nəyin ki, bunun özünə. Bunun özünə. C bəndi. Niyə C'dir? Çünki it apostrof S-dən sonra isim olmazdı. İt-dən sonra isim olardı. Birləşik it-dən birləşərsə, o zaman olardı. Yaxşımı? Aha, davam edək. Burada da bir tərəf inkar verib, inkara təsdiq verməlisiniz də. Bat demişdik ki, yazıram bura. Baxın, nəzəriniz olsun. Bir dəqiqə bunları silim. Aha. Baxaq. Deməli, demişdim ki, bat olanda bir tərəf təsdiqdirsə, bir tərəf inkardır, bir tərəf inkardirsə, bir tərəf nədir? Təsdiqdir. Deməli, batla verəndə A bəndi uyğundur da burada, düzdürmü? Amma baxın, but I didn't olmaz axı. Neither didn't I. Yenə Neither-ni inkarın içində işlədə bilmərəm. Either olsaydı götürərdim. To təsdiq bildirir. Necə inkara verə bilər? So yenə təsdiqdir. Fikir verirsiniz əzizlər. Ona görə rahat bir sual idi bu. Deməli, ilə 25-ci suala baxım, sonra qalxaram yuxarı ilə. Promoy buradan mənə rahat olanından eləyim. Passive voice-dur da. Nə var bunu yazmaqda? Deməli, passive voice, biz nə qədər testlər işləmişdik bununla bağlı. Was, aha, deyir ki, passive voice olan cümləni deyir seç. Başa düşdük. Deyir, passive voice olan artıq cümləni istəyir bizdən. Deyir, məktub deyir, məsələn, artıq fikir verirsiniz, id was. By, bizə avtomatik nədir? Passive voice-dur. 2-də hanı was-un participle tool'su. İndi baxaq da, type-dı vermirsən sən burada. Amma bax ki, cümlən alınırmı? Was, düzdürmü? Bir dəqiqə. Aha, fikir verirsiniz. Yəni, mübtədası var. Mübtədası var. Olmaz. Bizə mübtədasız olmalıdır cümlədə. Yaxşımı? 4-ə baxaq. Was started by the engineer. Qutadı getdi 1-4. Cümləmdə mübtəda olmamalıdır ya. Yaddan çıxartmayın. Biz subjecti, bax, yazıram burada. Subjecti öldürürük. Yaxşımı? Başqa bir qələmlə eləyim ki, subjecti neyinirsiniz? Öldürürsünüz, əzizlər. Yaxşımı? Subjecti öldürürsünüz. Sanki subjectin rolu ölür sizdə. Belə. İşləmədi. Eybi yox. Hə, burada işlədi. Başa düşdünüzdə yəqin ki, cavab hansı oldu burada? 1, 4.
Keçdik 24-cü suala. Yaxın mənalını deyir. Tapın sözləri. Yaxın mənalı sözlər. Burada bir dəqiqə. Fast quick düzgündür. Rich poor zəngin kasıb. Bu yaxın mənadır. Close yaxındır. Opposite yazılır. Bəzi uşaqlar başa düşmürlər, ona görə deyirəm elə. Opposite. Bu nədir? Opposite əks mənalıdır. Amma belə close yazılan, bax bu kimi yazılan artıq olacaq yaxın mənalı. Rich poor əks mənadır da. Hot da isti, soyuq. Böyük, balaca, cavan, cəsur. Başa düşdünüz? Fastla quick amma yaxın mənalıdır. Baxın, cavanla cəsurun nə adiyyəti, başa düşdünüz ona görə. Bu sualda da fikir verirsiniz ki, nə soruşur bizdən? Deməli, bizdə buradan nə soruşdu? Aha, cəmsim cəm xəbərdə, xəbəri cəm olan, xəbəri tək olan. Schools have been opened in the district. District rayon deməkdir, yaddan çıxmasın və şəhərdə belə. Aha, burada Zenamberov, Annenberovdan biri olmalıdır. Onun üçün tərcümə əsasən də Yalatov olmamalıdır. Cəm xəbər istəyən birinci bizdə. Zenamberovun xəbər təkdə olmalıdır. Düzdürmü? Biz bunu öyrənmişdik də. Bir dəqiqə. Aha. Ennamberovun xəbər cəmdə olmalıdır da. Onda ya C-dir, ya Y-dir. Baxaq burada. Ha, izdir də xəbəri təkdədir. Fikir verdiniz. Bunun xəbəri cəmdir, bunun xəbəri təkdir. Bu Ennamberovdur, bu Zenamberovdur. Cavab da C bəndidir. Başa düşdünüz? Suala baxaq. 22-ci sualda nədir? 1969-cu ildir. Armstrong. Aha, baxın. Deməli, 1969-cu il elə bir ildir ki, başa düşdünüz? Yəni bu mənada. Hansı ki, Neil Armstrong ayda neynədi? Gəzdi. Fikir verdin. Deməli, nə ildir? Başa necə ki, bu şəkildə. Başa düşdün? Belə bir ildir. Bir 1969 ildir. Başa düşdünüz? Yəni bunu göstərmək istəyir də, başa düşdünüz ona görə. Bu sualda modal verbi soruşur bizdən, modal feilləri. Deməli deyir ki, baxın, birincidə had-no özü düzəltmirdi. Had to, has to, have to. Bunlar özü düzəltmirdilər sual və inkarlarını. Do, does-dan, did-dən kömək istəyirdilər. Buna görə də 2 amma düzgündür. Biz deyildik gözləməli idik avtobusu üçün. Düzdürmü? Yağışda avtobusu gözləməli idik. Başa düşdün? 2. 2-ni götürürük də. Qoy buradan da işarəliyim. 3 the manager had to sign the contract. Menecer imzalamalıydı deyir müqaviləni dünən. Fikir verdin? İmzalamalı idi. Yəni uyğundur da. Bunlar uyğun gəlir də. Modal feilli cümlələrdir. Do you have enough money to buy a new computer? Hə, burada da have to buy axı almaq deməkdir. Bu have-in to'su deyil, başa düşdünüz? Bu have-in to'su deyil. Bu have elə belə bu da zamandır. Əzizlər, bildiniz, zaman kimi verilib. Sən deyir, kifayət qədər pulum var. Yəni əsas feil kimi verilib də burada. Deyirsən kifayət qədər pulum var deyə almağa yeni kompüter. Baxın da have-in bu to'su deyil, bu məstərin to'sudur. Yaxşımı? Yenə deyirəm, bu məstərin to'sudur. Məstərdir bu, məstər. Yaxşımı? Ona görə hansı var? Hatay Allah dır bəndi. Aha, baxaq 20-ci suala. Deməli deyir, əgər deyir işçilər adədir. Aha, əla. Baxın, aydın şəkildə deyir, izləyirlərsə, usual da var da burada. Başa düşdünüz? Yəni ümumiyyətlə belə uzlaşmaları olmaz. Düzdürmü? Fikir versiyada keçmiş indiki, nə bilim, üzr istəyirəm. İndiki, nə bilim, keçmiş uzlaşmaz axı. Ya qalır A, ya D. Burada da usual var. Usual birinci tərəfdə will necə verə bilərəm? Axı zaman zərf göstəricisi var. Elə A bəndini götürürsüz əzizlər. Axı zaman zərfinə görə deyir ki, əgər deyir izləyirlərsə onlar daha az səhvlər edirlər. Başa düşdün? Bu da A bəndi uyğundur. Bu günlük bu qədər. Əziz izləyicilər, 9 sinif qrammatika suallarının izahını verdik. İnşallah da digərlərini yoxlayarsınız. Sağ olun, salamat qalın. Bizim dərslərimizə də inşallah qoşulun. Yəni biz 5, 6, 7, 8-ci siniflərdən deyirik ki, yəni təkmilləşdirmə sinifləri götürürük. İndiki 9-cu siniflərdə inşallah 11-ci sinif üçün müraciət edə bilərlər. Yəni ki, sentyabr ayından, eləcə də ya avqustun 15-dən, 10-cu siniflər üçün avqustun 15-dən başlayırıq. 9 siniflər üçün sentyabrın 1-dən, amma mükəmməl, yəni dərslərimiz mükəmməl keyfiyyət və super nəticə belə deyək də. Oldu, sağ olun.